Salam dəyərli izləyicilər. Bu videomuzda sizə təsbehlərdə əvəzolunmaz bir detal olan düyün gizlədənlər haqqında ətraflı və yekun məlumat vermək istəyirəm. Bax, düyün gizlədən bu gördüyünüz detaldır, hansı ki təsbehi vahid formada ərsəyə gəlməsi üçün həlledici rol oynayır. Belə ki, istər zaza təsbehlər, istərsə də bax bu formada klassik təsbehlər dediyimiz təsbehlərdə bu ən əsas detallardan biri sayılır. Əvvəl part 1, part 2 olaraq 2 video hazırlamışdıq bunun ərsəyə gəlməsindən və yekun olaraq istədim bu videomuzda sizə bunun necə göründüyünü göstərək. Orada litio prosesindən tutmuş, sonuncu bax bu formaya gələnə kimi videolarda əks olunub etaplar və onu da qeyd edeyim ki, nəinki bu düyün gizlədən bizim bütün detallarımız, baxın loqo, həmin bax bu bağlayıcı zəncir parçası, bu aralıq detallar və digər qolbaqlarımızda olan detallar, bunların hamısı həmin bu düyün gizlədən kimi sıfırdan olan etapı keçir. Və burada da mən həmin detalları məsələn belə bir toplu formada göstərmək istəyirəm. Sən görürsünüz düyün gizlədənlərimiz. Loqo başlıqlar düyün gizlədənlərlə bir yerdə və kontakt olunublar. Bunları niyə qeyd edirəm ki, bizim müştərilərimizə də aydın olsun ki, bizim detallarımız bizim özümüzə məxsusdur. Unikallığımız bundadır. Safar olaraq patentə sahibik. Və burada da görsəniz 950 əyardır, gümüşdür. Müştəri istəyindən asılı olaraq biz ağ qızıla radirovka da eləyirik və ağ qızıla radirovka olunan detallarda burada 950 əyar üstəgəl rodium yazılır, bu qeyd olaraq. Bir detalın ərsəyə gəlməsi üçün keçən proses belədir ki, birinci metalı əldə eləyirik. Daha sonra həmin metal valsirovka olunur, valsdan keçir, doğranılır, litioya təhvil verilir. Videonun bu hissəsində mən bizim izləyicilərimizdən, dəyərli izləyicilərimizdən terminləri rus dilində işlətdiyimə görə üzr istəyirəm. Çünki bu sferada terminlər belə qəbul olunub. Onun Azərbaycan dili qarşılıqları bəzilərində yoxdur, bəziləri sözlər isə başa düşülmür. Buna görə yəni üzürlü sayasız rus dilində terminlər istifadə edirəm. Yəni litioya veriləndən sonra o əridilir və əldə olan forma, qəlibdən çıxmış hansı ki o forma, biz ona beton deyirik. Həmin beton qalatovkaya gedir. Qalatovka bir növ metalın paltaryanıdır. Bildiyiniz kimi balaca paltaryan formasında maşındır. Amma burada metalı yuyuruq və yuyucu toz əvəzinə orada kiçik detallardan, kiçik parçalardan, metal parçalardan